Dostlar, belə ki kimə lazımsa desin, müraciət eləsin. Tapdı. Hamını salamlayıram. Ateliyemizin bugünkü qonağı W210 2000 model el arasında dörd göz kimi tanınan avtomobilin ön bamperidir. Gördüyünüz kimi iki ayrı detaldan birləşdirib bir bamper olaraq müştəriyə təhvil verməliyik. Bu hissədə artıq detallar ölçülüb kəsiləndən sonra öz materialından istifadə olunaraq iç hissədən bir-birinə tikilib. Üst tərəfdən də həmin hissələr bir-birinə sağlam şəkildə bərkidildikdən sonra bamperi avtomobil üzərinə quraşdırmaq olar. Ümumiyyətlə bu cür işlər gördürərkən əsas diqqət olunmalı olan da budur. Görülən iş həm içəri, həm də çöl hissədən öz materialı ilə bir-birinə bərkidilməli, tikilməlidir. Biz də burada qırıq, çat olan bütün hissələri hər iki tərəfdən də öz materialı ilə tikmişik. İndi isə detala avtomobil üzərində baxaq. Ondan bu verir, olmayacaq. O zazor verəcək kişi. İzlədiyiniz üçün təşəkkürlər. Kanala abunə olmağı və videonu bəyənməyi də unutmayın. Oğlanlar var 90 konfet gəldi, oğlanlar var konfet oxuyur.